Hər vaxtınız xeyir olsun əziz şagirdlər, hər birinizi salamlayıram. Bugün mən sizlərə DİM 5-ci sinif test vəsaitindən ana təbiət bölməsindən A variantında istifadə olunan sualların izahını verəcəm. Birinci sual. Kök və şəkilçiyə ayrıla bilən sözləri müəyyən edin. Kök və şəkilçiyə ayrıla bilən sözlər. Demək, burada yaşıl sözü, məsələn, yaşıl sözü ayrılmır. Bizə ayrıla bilənlər lazımdır. Yaşıl sözü ayrılmır. Dördü çıxaq. Yaşlı sözü ayrılmır. 5 də çıxaq. Yaşdan yaşlı əmələ gəlir. Yaşdan yaşlı əmələ gəlir. 6 ayrılır. 6'yı götürürük. Yaşdan yaşlı da əmələ gəlir. 3'ü də götürürük. Yarğan. Yarılır ki, yarğan əmələ gəlir. 2'yi də götürürük. 2, 3, 6. İndi yanaq sözünə diqqət eləyək. Yanaq sözü insanın yanağı desək, insanın yanağı birbaş sözün köküdür. Yanaq sözünü başqa yanmaq, feil kimi yan sözün kökü, aq feilin şəxs sonluğu kimi. Yəni kök bir qrammatik şəkilçi. Və yaxud da ki, yan sözün kökü, A şəkilçisi feilin arzu şəklinin şəkilçisi, Q şəkilçisi şəxs şəkilçisi kimi götürə bilərik. Yəni bu testdə biraz səhvlik var ki, yanaq sözündə əslində kök və şəkilçiyə ayıra da bilərik, ayırmaya da bilərik. Amma indi sırf ayrıla bilən deyənlər olduqda cavabımız 2, 3, 6 götürürük. Amma yəni biri də götürmək olar. İkinci sual. Biri kök və şəkilçisidən ibarət deyil. Elə bəbək kök şəkilçisidən ibarət deyil. Cavabımız A variantıdır. Bələk sözündə bələmək feilindən bələk ism əmələ gəlir. Boyamaq feilindən boyaq ism əmələ gəlir. Burmaq feilindən buruq, məsələn, buruq saç sifət də ola bilər, neft buruğu isim də ola bilər. Baş ismindən başçı ism əmələ gəlir. Demək, cavabımız A variantı olmalıdır. Üçüncü sual. Kök və şəkilçilərə düzgün ayrılmış söz hansıdır? Gözlədik. Gözdən gözlə əmələ gəlir. D. Keçmiş zaman şəkilçisi. K. Şəxs sonluğu. Düzgün ayrılanı istəyir. Elə cavabımız A variantıdır. Digərlərini də təhlil edək. Xalçaçılıq sözündə xalça sözün kökü, ç və lıq leksik şəkilçi olmalıdır. Yaralılar. Sözün kökü yarmaq feili. Yarmaq feilindən yara, yaradan yaralı əmələ gəlir. Lar da qrammatik şəkilçidir. Qaynaq sözün kökü ç leksikdir. Dan qrammatik şəkilçidir. Qurğudakılar. Qur, qurğu, dakı bütöv götürülməlidir. Lar da cəm şəkilçidir. Demək, düzgün ayrılmış söz hansıdır deyirdi. Gözlədik düzgün ayrılmışdı. Gözlədik. Bəli. Cavabımız olmalı da variantı. Digərlərinin hamısında səhvlik var idi. Dördüncü sual. Tərkibində 2 leksik, 2 qrammatik şəkilçi olan sözü müəyyən edin. Baxaq. Yazıçılıqdan. Sözün kökü yaz, yazmaq feili. Yazmaq feilindən yazı ismi. Yazı ismindən yazıcı ismi. Yazıcı ismindən yazıçılıq ismi əmələ gəlir. Dan da qrammatik şəkilçidir. Çıxışlı xal şəkilçidir. A variantında 3 leksik bir qrammatik şəkilçi oldu. Dinləyicilərimiz. Dinlə sözün kökü. Dinlədən dinləyici. İci leksik şəkilçidir. Lər və imiz qrammatik şəkilçidir. Burada da 1 leksik 2 qrammatik şəkilçi oldu. Alıcılardan. Al sözün kökü. Icı leksikdir. Lar və dan qrammatik şəkilçidir. 1 leksik 2 qrammatik şəkilçi oldu. Həvəsləndiricilər. Həvəs sözün kökü. Lən leksikdir. Dir leksikdir. İci leksikdir. Lər qrammatikdir. Bizdən nə istəyirdi? Yaralılar sözü qalıb. Sözün kökü yarmaq feili. Yarmaq feilindən yara ismi. Yara ismindən yaralı ismi əmələ gəlir. Lar və a da qrammatik şəkilçilərdir. Cavabımız olmalıdır D variantı. Yəni, yaralılara sözündə 2 leksik, 2 qrammatik şəkilçidən istifadə olunubdur. 5-ci sual. 4 variantlı şəkilçilər hansı saytların ahənginə əsaslanır? Demək, 4 variantlı şəkilçilərin tərkibində I, I, U, Ü. 2 variantlı şəkilçilərin tərkibində isə A, Ə saytları iştirak eləyir. Demək, nəyə əsasən götürə bilərik biz bunları? Burada
Həm qalın, həm incə var. Həm qalın, həm incə. 1-2 götürərik. Sonra və dodaqlanan və dodaqlanmayan var. 5-6 götürərik. 1-2, 5-6. Qalın incə, dodaqlanan, dodaqlanmayan. Açıq qapalı niyə götürmürük? Buradakıların hamısı əslində qapalıdır, açıq yoxdur. 1-2, 5-6. 6-cı sual. Hansı cümlədəki iki sözün tərkibində leksik şəkilçi işlənmişdir? İki sözün tərkibində. Xoşbəxt o kəsdir ki, ürəyində sevinç var. Baxın, A variantında bircə dənə sevinç sözündə leksik şəkilçi var. Yəni, sevin sözündən sevinç əmələ gəlir. Bizə 2 dənə lazımdır. Külək böyük dağıntıya səbəb oldu. Burada bir dənə böyük söz düzəltmədir, dağıntı da sadə sözdür. Dostla su iç, düşmənlə bal yemə. Burada heç leksik şəkilçilik yoxdur. Kəskin dil insan üçün vergidir. Kəsmək feilindən kəskin sifət əmələ gəlir. Vermək feilindən vergi ism əmələ gəlir. Cavabımız D variantı olmalıdır. Tələs, tələskən, tələskənlik. 2 leksik şəkilçi var. Demək, səbir isə sevincin. Sevinmək feilindən sevinç. Açardır. Açmaq feilindən də açar ism əmələ gəlir. Y variantında 3 dənədir. Demək, cavabımız oldu D variantı. 7-ci sual. 2 leksik şəkilçili sözləri müəyyən edin. Qapaq. Qapamaq feilindən qapaq ism əmələ gəlir. 1 dənədir. Dildən dilə, dilədən diləyə əmələ gəlir. Burada 2 dənədir. İstədən istəyə əmələ gəlir. 1 dənədir. Əldən ələ, ələdən ələk əmələ gəlir. 2 dənədir. Bəzədən bəzək əmələ gəlir. 1 dənədir. Çapdan çapıq əmələ gəlir. 1 dənədir. Cavabımız olmalıdır A variantı. 2-4. 8. Klass deyir tamamlayan sözləri müəyyən edin. Səhv yazılmış sözdür. Ayrı seçkilik. Demək, səhv yazılan sözlər tapmalıyıq. Bərbər bitişik yazılmalıdır. İlbəil düzdür. Əlbir bitişik yazılmalıdır. Qonaq qara düzdür. Cavabımız olmalıdır 1 və 4 Y variantı. 9-cu sual. Mürəkkəb sözlərdən biri yaranma üsuluna görə digərlərindən fərqlənir. Meyvə tərəvəz yaxın mənalı sözlərdir. Adət ənənə yaxın mənalı sözlərdir. Hal əhval yaxın mənalı sözlərdir. Qırıq sökük yaxın mənalı sözlərdir. Qarma qarışıqsa, baxın, qarışıq sözü var dilimizdə, amma qarma sözü varmı? Yox. Qarma qarışıq biri ayrılıqda işlənməyən sözün birləşməsindən əmələ gələn mürəkkəb sözdür. Cavabımız olmalıdır Y variantı. 10-cu sual. Uyğunluğu müəyyən edin. 2 variantlı şəkilçi, 4 variantlı şəkilçi. Dar şəkilçi ümumiyyətlə bir tür yazılan şəkilçidir. Nə 2 variantlı, nə də 4 variantlıya aid deyil. Demək, yeni çıxaq, C-ni çıxaq. Lıq, lıq, lik, luk, lük. Bu 4 variantlıdır. 2-yə yazırıq B. Daki, dəki. 2 variantlıdır. 1-ə yazırıq C. Icı, ici, ucu, ucu. 4 variantlıdır. A, E. 2 variantlıdır. Demək, 1-ə C, Y, 2-yə də B idi. Doğru cavabımız olur B variantı.